Azxəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Bu il fevralın 17-sində müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində polis zabiti xidmətdən xaric edilib. 32 gün Azxəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA'nın sorğusuna cavab olaraq bildirilib ki, yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi polis polkovnik leytenantı Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edildiyindən o daxili işlər orqanlarında xidmətindən xaric olunub.